Şamaxıda səhiyyə işçiləri arasında Sağlamlığa Doğru Qaç adlı qaçış layihəsinin növbəti mərhələsi təşkil olunub. Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının səhiyyə işçiləri, Həmkarlar İttifaqı Şura üzvləri, eləcə də Şəki Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 140 nəfər iştirak edib. Sonda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal və hədiyyələr təqdim olunub. Qaliblər iyunun 8-də Xankəndi şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Tədbirin bədii hissəsində Şamaxı təranələri qrupu və uşaqlardan ibarət ansamblın ifaları səsləndirilib. 17 iyun tibb işçilərinin peşə bayramına həsr olunan layihənin əsas məqsədi isə səhiyyə işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır. Birinci yerin sahibi Mikhailova Aysel Oğuz. Şəki rayonundan gəlmişəm. İlk dəfə belə bir yarışa qatılıram. Hava şəraitinin çətin olmasına baxmayaraq birinci yerə qalib gəldim. Şəki Tibb Kolleci adından yarışda iştirak elədim. Başda elmlə doktor olmaqla bütün kollecin işçilərinə, təşəkkür əlimlərə təşəkkür edirəm. Başda da dədəm olmaqla dədəmə sağ ol deyirəm. Hər zaman arxamda olubdur. Bütün sevdiklərimə arxamda olubdur. Qızlar arasında qalibiyyət məndədir, Oğuz birinci yer. Çox gözəl bir hissdir, çox sevinirəm. Ən çox da oğlum üçün çox sevinirəm, ona görə qaçmışam. Çox sağ olun.